Mehriban Əliyeva 3 gündür Vatikandadır. Mehriban Əliyeva 2 məqsədlə Vatikana gedibdi. Birincisi, İlham Əliyev Danimarkada olarkən Fransa prezidenti Macron və İtaliya baş naziri Meloni'dən üzr istəyib. Və İlham Əliyev bildirib ki, məni bağışlayın. Mən bağışlanmağım üçün Vatikana, Fransaya, İtalyaya bağışlanmağım üçün yatırımlar edəcəm. Məni bağışlayın. Ona görə də Mehriban Əliyeva Vatikana külli miqdarda pullar yatırıb. Kilsələri təmir edəcəyinə söz veribdir. Elə bir ki, təmir üçün ustanı gətirib, necə evlə tanış edirsən, Mehriban da bax eləcə təmir olunacaq yerlərlə tanış edilib ki, tanış etdiriblər ki, bax buraları təmir elətdirməlisən. Mehriban nənə deyəndə dəli olur. O, nəvələrinə də qadağan edib ki, mənə nənə deməyin, Mehriban xanım deyin, nənə deməyin. Əsasən Heydəri aparıblar ki, orada dini ayinlər oxusunlar, bəlkə oğlu sağalar. Lakin Heydər Əliyev təyyarədən düşən kimi halı pisləşib. O, Anar Ələkbarovun üstünə qusubdur. Sonra Heydər Əliyev huşunu itirib. Buna baxmayaraq Heydər Əliyevi həkimlər özünə gətirə bilib. Lakin o, ayağa qalxa bilmədiyi üçün bir neçə saat onu xərəcdə, kilsəyə belə xərəcdə gətiriblər. Həmçinin Vatikanda çox gülməli bir hadisə baş veribdir. Heydər Əliyevin trans arvadı öz geyimlərini həmişə 3-4 razmer böyük geyinir. Niyə? Mənə də maraqlıdır. Niyə böyük razmer geyinir Heydər Əliyevin trans arvadı? Deyir kök görsənib. O, həmçinin ayaqqabısını 3 razmer böyük geyinir. Lak eləyir ayaqqabı böyük razmer geyinir. Qəribədir. Kilsədə gəzəndə ayaqqabısı ayağından çıxırmış, gülünç vəziyyətdə qalıbdır. Bu niyə həmişə özünün 3-4 razmer böyük paltar geyinir, mən bilmirəm. Baxın, ayaqqabısı da özü boydadır. Baxın, nə boyda ayaqqabı geyinir, baba. Bu qız niyə belə, dəyərli əmətələrim, bu qız niyə hər zaman bu böyük razmerlər paltar geyinir? Hər zaman qadına uyğun yox, belə oğlana, transa uyğun hərəkətlər eləyir. Niyə? Baba, baxırsan da bax. Arzunun məmələrinə bax, döşləri var Arzunun, eləmi? Sonra keçirir. Leylanın döşləri var da, çıxıb qabağa döşləri var. Əba, bunun döşləri hanı? Əba, bunun döşləri hanı? Haradadır döşlər? Hanı məmələr? Mənim sinəm belə onun sinəsindən yekədir. Hanı bunun məmələri? Bu təzə Heydər Əliyev, yenə ağzımı açdı. Hanı bunun, bu nə sifətdir, bu nə qaşdır, bu nə geyimdir? Valla mən biraz, ya gəlini sındırırlar, ya qəsdinlə gəlini sındırırlar. Həmişə buna pis paltar geyindirirlər, ya biraz böyük paltar geyindirirlər. Niyə bilmirəm mən bunu.